6 otaqlı bir həyət evi göstəririk dəyərli izləyicilərimiz. Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin düz yanında. Məktəbin, bağçanın və Rus sektorunun yanındadır. Gözəl bir həyət evi göstəririk sizə. Əsas da odur ki, həyət evimizin yanına 525 nömrəli marşrut gedir. Və gördüyünüz tərəflərdə marşrutumuz gedir. Məktəbimizdir. 6 nömrəli Masazır qəsəbəsində. Çox gözəl bir ərazidə. Həyətimizin düz qarşısına qədər asılır. Buyurun, tanış olaq. 3 sot torpaq sahəsində sizə gözəl bir həyət evi göstəririk, dəyərli izləyicilərimiz. Nəzərə çatdırım ki, həyətimiz, torpağımız kvadratdır. Yəni o bəzi torpaqlar kimi belə ensiz uzun deyil. Gördüyünüz kimi qəşəng səliqəli ev sahibi, belə qəşəng yaşıllıq düzəldir, gül, çiçək. İstəyən adam orada tərəvəzini də bezərə bilər. Nəzərə çatdırım ki, giriş hissəsində gördüyünüz kimi sizə inandırım ki, 4-5 dənə maşın daxil ola bilir, tam axıra qədər. Əlavə su depomuz da var, demək olar su anbarımız, ev sahibinin quyusu da var. Özü üçün 3 mərtəbəli, mərtəbələr arası monolit. Çox gözəl evdir, həqiqətən. Və girişdə belə bir mətbəx hissəsi yerləşir. Gördüyünüz kimi geniş bir mətbəx hissəsi var, dəyərli izləyicilərimiz. Nəzərinizə çatdırım ki, 6 otaqlıdır, 3 mərtəbəlidir. Hər mərtəbədə sanitar qovşağı və çamaşırxanası vardır. Buyurun, qonaq otağı ilə tanış edim sizi. Bax, gördüyünüz kimi bir nə böyük qonaq otağı var. Dəyərli izləyicilərimiz, həyət evimizin ümumi sahəsi 400 kvadratdır. Belə bir qiymətə, belə bir kvadratda həyət evi yoxdur. Hal-hazırda birinci mərtəbədəyik, əlavə belə də bir yataq otağı var. Və birinci mərtəbədə gördüyünüz kimi belə bir ambarı var, artıq əşyalar yığmaq üçün. Və birinci mərtəbənin yekununda sizə 2 ədəd sanitar qovşağı və hamam otağı ayrı-ayrıqda yerləşir. Gördüyünüz kimi çox keyfiyyətli, səliqəli, geniş. Ev sahibi özü üçün təmir edibdir, dəyərli izləyicilərimiz. İndi sizə ikinci mərtəbəni göstərək. Hamam otağı və sanitar qovşağı. İkinci mərtəbədə yenə ayrı-ayrılıqda yerləşir. Kombisinə qədər var. Ev sahibi kombi qoyub, qənaət eləməyib, əlavə pitimitlə qoyubdur. Dəyərli izləyicilərimiz, daş hissələr, gördüyünüz mərmər hissələrin hamısı istipolla təchiz olunub. Gördüyünüz kimi balacalar üçün yataq otağı. Maşallah, maşallah, mənzilin sayı qutarmır. Gəzdikcə, çəkdikcə, göstərdikcə o qədər gözəldir ki, həqiqətən çox səliqəli, keyfiyyətli materiallardan istifadə olunmuş. Ev sahibi o qədər zövqünə təmir edib ki, mənzilimizi. Buyurun, mənzilimizin böyüklər üçün nəzərdə tutulmuş digər yataq otağında göstərirəm. Böyüklər üçün nəzərdə tutulmuş yataq otağında əlavə sanitar qovşağı da var. Geniş bir sanitar qovşağı da var. Yəni, bu 6 otaqlı bir həyət evidir. Bugünkü gün əmlak bazarında 260 minə belə bir 3 mərtəbəli həyət evi tapmaq çox çətindir. Gördüyünüz kimi bu da bir yataq otağımız. Və sizə sonda əsasən nəzərdə çatdırım ki, dəyərli izləyicilərimiz, biznes üçün istəsən, ailə biznesi, istəsəniz, mənzilimizi alırsınız, bu həyət evimizi alırsınız, 3 mərtəbəli qəşəng bir bağça edirsiniz. Mansarda əlavə də bölüşat eləmək olar. İndi buyurun, mərtəbəsi. Sonuncu mərtəbəsi də görürsünüz də, dəyərli izləyicilərimiz, çox genişdir. Masazır qəsəbəsində Yeni Bakı yaşayış və Qurtuluş 90 yaşayış kompleksinin tam yaxınlığında binamızın, həyət evimizin qarşısından 525 nömrəli marşrut şəhərə gedir. Gördüyünüz kimi çox genişdir, 3 mərtəbəlidir. Əlavə olaraq da belə bir 3-cü mərtəbədə istəsəz əlavə bağça kimi götürən adam istəsə əlavə də burada 2-3 otaq edə bilər. Vallahi otaq sayı o qədər çox olduğu üçün gözəl bir bağça çıxır buradan. Dəyərli bizneslə məşğul olanlar, buyurun, əlaqə saxlayın bizimlə.
bu evimizi alıb, ev kimi də və 2-3 ailə də burada yaşaya bilər.